Peyğəmbərsiz, yəni onun adından nəql edilən hədis toplusu olmadan dinin yaşanması mümkündürmü? Bəzi firqə mənsubları belə bir sual verirlər. Peyğəmbərsiz namazı necə qılaq, zəkatı necə verək, həccə necə gedək? Onlar bu suallarla dini həyatın yalnız Peyğəmbərin adından nəql edilən rəvayətlərə əsaslanmaqla mümkün olduğunu iddia edirlər. Halbuki, Peyğəmbər artıq aramızda yoxdur və bu cür yanaşma dini düşüncəni və ibadəti yalnız hədislər çərçivəsində məhdudlaşdırmaqla Quranın birbaşa rəhbərlik funksiyasını kölgədə qoyur. Lakin sual yaranır. Din təkcə rituallardanmı ibarətdir? Əgər din yalnız müəyyən ibadət formalarının yerinə yetirilməsi ilə məhdudlaşsaydı, o zaman onun əxlaqı və ictimai ölçüləri mənasız olardı. Quran isə dini yalnız ritualların toplusu kimi deyil, əxlaq, ədalət və insan davranışının bütöv bir sistemi kimi təqdim edir. Belə ki, insan peyğəmbərsiz də ədalətli ola, ata-anaya hörmət göstərə, çəkidə və ölçüdə aldatmamaq kimi prinsiplərə əməl edə bilər. Peyğəmbərsiz də ərli qadınlara yaxınlaşmağın haram olduğunu, yalan danışmağın günah sayıldığını, hətta valideynlərinin əleyhinə olsa belə doğru şahidlik etməyin vacibliyini, hakimləri pulla ələ almamağı, günahsız insanı öldürməyin böyük günah olduğunu, yetimlərin malını yeməyin qadağan edildiyini, israfın pisləndiyini, xəsisliyin məzəmmət olunduğunu və yoxsulluq qorxusundan uşaqları öldürməyin azğınlıq olduğunu və s. Bunlar kimi sadə qaydaları birbaşa Qurandan öyrənmək mümkündür. Bax, İsra 23-39, Ənam 151-153, Nisa 29-36 və s. Bu baxımdan Peyğəmbərin əsas missiyası insanlara ilahi kitabı təbliğ etmək və onu şəxsən öz həyatı ilə nümunə göstərmək olmuşdu. Quranın bir çox ayələri Peyğəmbərin və ya əvvəlki peyğəmbərlərin, Allahın elçilərinin həyat nümunələri üzərindən vəhy olunmuşdur. Yəni, bütün nümunələr kənarda deyil, birbaşa Qurandadır. Göründüyü kimi, vəhy artıq bütöv şəkildə insanlara çatdırıldığı üçün, Peyğəmbərin fiziki mövcudluğu olmadan da dinin əsas prinsiplərini dərk və tətbiq etmək mümkündür. Quran bu funksiyanı açıq şəkildə təsdiqləyir. Biz bu kitabı sənə hər şeyi izah edən, hidayət, mərhəmət və müsəlmanlar üçün müjdə olan bir rəhbər kimi nazil etdik. Nəhl 89. Bu səbəbdən Peyğəmbərsiz dini həyata keçirmək mümkün deyil kimi iddialar, əslində vəhyin kifayətliliyini inkar edən bir yanaşmadır. Quranda ibadətlərin, yəni ritual əmirlərin əsas qaydaları da mövcuddur. Lakin zamanla bəzi dini çevrələr bu sadə və mahiyyət yönümlü ibadətləri formalist xırdaçılıqla yükləyərək dindən çətin və əlçatmaz bir sistem formalaşdırmışlar. Bu, dinin mahiyyətinə ziddir. Allah Quranda açıq şəkildə bildirir. Allah bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Həcc 78. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Bəqərə 185. Beləliklə, dinin çətinləşdirilməsi və formanın məzmundan üstün tutulması ilahi məqsədlə ziddiyyət təşkil edir. Dinin məqsədi insanı azad etmək, onun düşüncəsini və əxlaqını saflaşdırmaqdır. Formal detallar içində boğmaq deyil.